Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bakıda qar nadir hallarda yağan, amma hər dəfə geniş müzakirə doğuran hadisədir. Məhz bu səbəbdən sinoptik xəritələrdə paytaxta doğru hərəkət edən soyuq hava axınları bu günlərdə həm mütəxəssislərin, həm də sakinlərin diqqət mərkəzinə düşüb. Temperaturun gecə saatlarında 0 həddinə yaxınlaşması, buludluluğun artması və rütubətin yüksəlməsi Bakıya qar yağacaqmı sualını yenidən gündəmə gətirib. Xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov açıqlamasında bildirib ki, mövcud meteoroloji proqnozlara əsasən, həftənin ilk günlərində paytaxtda yağıntıların sulu qar və qar şəklində düşmə ehtimalı var. Belə ki, 19 yanvar və 20 yanvar gün ərzində havanın maksimum temperaturu 3 dərəcə, minimum temperaturu isə 0 dərəcəyə qədər düşəcək, axşam və gecə saatlarında yağış, sulu qar və qar yağacağı ehtimal olunur. Ekspert qeyd edir ki, 21 yanvar hava nisbətən açılacaq, lakin gecə saatlarında şaxtalı hava şəraiti müşahidə ediləcək. Həftənin sonu yanvarın 22-sindən etibarən temperaturun tədricən artaraq gündüz 7-8 dərəcə olacağı, yağıntıların isə daha çox yağış şəklində davam edəcəyi gözlənilir.